Salam, hər vaxtınız xeyir, əziz həmkarlar. Bu videonu həmkarlarımızdan birinin xahişi ilə çəkirəm. Deməli, işlə bağlı həmin həmkarımıza lazımdır ki, koordinatlar görünsün ekranda və çapa veriləndə koordinatlar itməsin. Bunun üçün bir neçə üsullar var. Mən onlardan bir-ikisini burada göstərirəm. Birinci üsul AutoCAD-ın öz əmrlərindən biri olan dim ordinat, dimord qısaldılmış formasıdır. Bu əmrlə deməli istədiyimiz, bizə koordinatını götürmək istədiyimiz hansı nöqtə lazımsa onu seçirik. Burada gördüyünüz kimi ekranın şimal istiqamətinə Y koordinatlarını, şərq istiqamətinə isə şərq və ya qərb istiqamətinə X koordinatlarını yazır. Əgər burada ölçülər çox kiçikdirsə, biz dimension style, dim style yazırıq. Yəni ölçü stili. Bura daxil olub tekstin hündürlüyünü qaldıra bilərik. Tekstin hündürlüyünü biz qaldırsaq, artıq görünürlüyü, yəni tekstin görünürlüyü bizim üçün kifayət qədər olacaq. İstədiyimiz ölçüdə onu nə edə bilirik? Təkrar olaraq dimord yazıb Y və X koordinatlarını ekranda qeyd edə bilirik. İstədiyimiz nöqtənin Y və X koordinatlarını ekranda qeyd edə bilirik. Bu qayda ilə əgər faylı göndərəcəyimiz adamda AutoCAD proqramı yoxdursa, o bu koordinatları görə bilmirsə, biz ona PDF formasında göndərə bilirik. PDF formasında göndərilmək üçün klaviaturadan Ctrl-P, yəni print əmrini seçirik. Burada deməli əmrləri içindən DVG to PDF var. Kağızın ölçüsünü seçirik. Məndə burada A4 ölçüdür. Və kağızın uzunluğuna və yaxud eninə yerləşəcəyini buradan seçirik. Portret və yaxud landscape olmağını. Biz burada bunu landscape edək. Ekrandan çapa verəcəyimiz hissəni pəncərə olaraq seçirik. Ki, çapa hansı hissə gedəcək. Ön baxış deyirik. Yəni bizim göndərəcəyimiz faylda nöqtənin koordinatları, tutaq ki, 3 sayılı binanın künc nöqtələrinin koordinatları bu qaydada ekranda olacaq. İstədiyimiz yerə də tutaq, My Document-də bunu binanın koordinatları deyərək PDF formasında qeyd edə bilərik. Bu qaydada bizim faylımız PDF kimi qeyd olundu. İkinci variant, deməli, AutoCAD Topoplan. Bunu açıq mənbələrdən, internetdən yükləyə bilərik. Onu yükləyəndən sonra sadəcə AutoCAD-da ATP əmrini veririk. AutoCAD Topoplan gəlir. Burada nöqtələrin, baxın, imkan verir bizə ki, şimal-şərq koordinatları yoxsa əvvəl YX yoxsa XY koordinatları olsun və burada şriftimizin yüksəkliyi də. Bax, şriftimizin yüksəkliyində
2, 1 seçik. Koordinatını almaq istədiyimiz nöqtəni seçirik. Baxın, koordinatını almaq istədiyimiz nöqtəni seçirik. Y, X koordinatlarını burada göstərir. Haran koordinatı götürmək istəyiriksə, buranı göstərir. Eyni qayda ilə də əgər bunu çapa vermək istəyiriksə, Ctrl-P əmri ilə, yəni çap elə, DVG to PDF varağı seçirik, varağın ölçüsünü, səhifənin ölçüsünü. Biz burada deməli A4 seçmişdik. A4 ekrandan çapa verəcəyimiz hissəni qeyd edirik. Mərkəzləşdirib, ön baxış edirik. Çapa bu hissə gedəcək və harda saxlayırıqsa binanın koordinatları 2 deyərək qeyd edirik. Bundan başqa 2 üsul daha var ki, koordinatları ekrana yazdırmaq. 2 üsul daha var ki, mən növbəti videoda onu izah edəcəm.